Salam hörmətli izləyicilər. Əsl bağ evi istəyirdiniz. Bax, tapmışam sizə. Tapmışam. Tez əyninizi geyin, durun, gəlin. Güllü, çiçəkli, bağlı, bağçalı. Harda yox? Vişnyovkada. Arxaya get, zəhmət olmasa. 17 sotdan da yuxarı güllərə baxacaq. Bəh, bəh, bəh. Əsl bağda mən xaricdən zəng edirsiniz. Kanadadan zəng edirsiniz, Amerikadan zəng edirsiniz ki, qardaş, biz beton istəmirik. Biz əsl bağ evi istəyirik. Bax, bu da sənə əsl bağ. Ne istəyirsən var burada. 200 növ meyvə ağaçları. Bir də ki, bu evin balkonundan o Moskos prospektdə, Heydər Əliyev prospektində güllələr var. Ha. Ora görsənir, binokllə, ha. Binokllə təmiz havada. Qardaş, nə bilim, nə deyim sənə, bax da, çək, bax, gör, burada hər şey var da. Yəni, mən bir sadalayım ki, burada nəsə yoxdur. Hamısı əlinin zəhmətidir. Əsl bağ evidir. Vişnyovkada, Alballıqda yerləşir. Bağlar market tərəfdə, Bilgəhə yaxın olan hissədə. Nə deyim valla? Saçlıq qaldıq. Əsl bağı, belə bağlar çox redki çıxır da satışa. Gəl. Qiyməti nə olsa yaxşıdır. 198.000 manatdır. Evin də, torpağın da sənədi var. Belə deyək də, bölgəyə də düşür. Çünki hasarın bu tərəfi hamısı yoldur. Yola düşür ora. Çək görsədir bu gözəlliyi. Əsl bağ arzulayanlar üçündür bu. Getdikcə. Gedə görə evimiz hardadır. Evi tapa bilmirəm. Bax, burada tövləsi var. Evin içi də təmirlidir ya. Pul zad qoyulmayacaq. Əsl bağda, yəni burada gəlib, aynəm deməyim, məktəb uzaqdır, nə bilim, falan yer belədir. Əsl bağ, alıb atırsan, gəlib burada dincəlirsən. Yeyirsən, içirsən burada. Kababdan yeyirsən, yıxılıb yatırsan. Şəhərin səs-küyündən uzaq. Bax, bura bisetkasıdır. Güllərə baxayım. Bisetka. Bax, manqalı da var. Fikir verir bisetkasına. Əncil. Evimiz var budur. 1, 2, orada mansard. Oradan yuxarıdan. Bildiğim kimi Moskos Heydər Əliyev adına prospektdə güllələr görsənir, binokllə baxanda. Hə? Bura garajıdır. Buna baxın, görün nə tərtəmizdir bura. Bax. Ev sahibi instrumentlərini yığıb. Gəl. Burayla qutardıq. Getdik dayışı. Qızıl güllərə bax. Giriş qapısıdır. Putla idarə olunur. Bax, içəri açılır qollarla. Qaz, işıq, su, hər şey var. 17 sotdan da biraz yuxarıdır. Deməli, həm evin, həm də torpağın sənədi var, kopçası var. Gəl, birinci baxaq, birinci mərtəbəyə. Gəl. Deməli, hörmətli izləyicilər, bura mətbəximizdir, birinci mərtəbədə. Bax, divar içi belə dolablar yox, mətbəx. Səliqəli evdir. Burada bir dənə istirahət otağı. Görürsünüz, aboylar zotlar, heç də atmayıb. Gedək, gəl. İkinci mərtəbəyə. Panoramanı bir dənə çəkərsən oradan. Bax, panoramaya baxırsan. Nə var? Bu boyda, əsl bağ da. Əsl bağ arzulayanlar. Bura qazanxanadır.
bax su qızdırıcısı, Aristonu, kombisi, piti minutkası. 198.000 Azərbaycan manatı. İndi evin içine daxil olacaq. Ha. Girən kimi, hörmətli izləyicilər. Bax, seyf qapı. Burada hamam tualeti, duş kabini. Səliqəli evdir, hörmətli izləyicilər. Döşəməsi taxta poldur. Buram mətbəximizdir. Deməli, birinci mərtəbədə də mətbəx var, ikinci mərtəbədə də mətbəx var. Radiatorlar. Sən keç qonaq otağına. Mən də... Ha. İnterneti vardı. Stalin, Roosevelt, Churchill. Qonaq otağıdır. Sənəd kupça çıxarışdır. Vişnyovka bağ sahəsi. Torpaq da evdə, tam mülkiyyət. Getdik. Bu bir otaqdır. Baxın, fikir verin. Burada Vişnyovkada yəni şey olmur. Nəmişlik, saat belə şeylər yoxdur. Hamısı qaydasındadır. Yaşayışdır. Evdir. Hər zaman burada yaşayırlar. Yəni bu bağı alan uduzmayacaq. Bax, aboylar hamısı yerindədir. Bu da ikinci otaq. İndi qalxacaq mansarda. Orada alov güllələrinə baxacaq. Buyur, operator qardaş. Bax, işıq yandı. Znak da var, qalxıb düşəndə. Spusk. Hə. Bu da mansard hissəsidir. Əsl bağla, ona bax. Karablik. Otur burada bilyardır, nə çox şey eləmək olar. Getdik, gəl. Gəl balkona. Gəl. Hörmətli izləyicilər. Binokl da satılır. Ha, deyən görün. Ha, görsənir də. Ha, görsənir. Yəni mən bilmirdim açığı ki, ən hündür yerindəyim Vişnyovka. Mən bilməzdim ki, Vişnyovkadan Moskos prospekt görsənir ki, güllələr görsənir. Nə bilim valla, sözüm yoxdur da. Çək. Hamısı da görürsünüz bağ evləridir. Səviyyəli evlərdir. Ha, Cümerədə görsənir. Bir dəqiqə yaxınlaşdırın, Bilgəhin Cümerəsi görsənir. Bax. Qabaqda da bax görürsünüz Cümerə Bilgə. Kim alsa Allah xeyir versin. Əla bağ evidir. Gəlin.